Həftəlik bürclər 25 maydan 1 iyuna doğru Qoç, Şir, Oxatan bürclərini, od ünsürlərini nələr gözləyir? Birinci Qoçlardan başlayaq. Bu həftə demək olar ki, od ünsürləri çox gözəl həftə olacaq sizə. Çünki böyük bir problemləriniz, kritik bir zonada olacağınız bir məqamlarınız yoxdur. Birinci Qoçlardan başlayaq. Qoçlar bu həftə nə edirsiniz? Hər tərəfdən iş, pul, maddiyatla bağlı xəbər gözləntisində. Hardan pul gəlir, sonra doğru aktivləşməyiniz var. Çünki bu həftə pul şansınız çox aktivdir Qoççular. Yəni belə deyim də, nəsə iş barədə xəbər deyirlərsə, buradan bir qığılcım götürürsünüz. Nəsə pul, maddiyatla əlaqədar təkliflər etmək istəyəcəklərsə, oradan özünüzə aid olan bir uğurları götürəcəksiniz. Bu həftə o pulla bağlı nə narahatçılıqlarınız varsa, hamısını öz ailəmizdə düzəldə bilərsiniz. Hamısını stabilliyin qura bilərsiniz. Kredit borcuna qədər tarazlığınızı qura bilərsiniz. Bu həftə istirahət edə bilərsiniz. Zaten gözəl bayram həftəsidir. Uzaqlaşın bir müddət. Sadəcə maddiyatınızı qəbul etdiyiniz, aldığınız maddiyatı dağıtmaq yox, onu stabilləşdirməyə ciddi şəkildə düşünün. Emosionallığınız çoxdur. Belə deyim də, insanların kontaktı çox gözəl şəkildə quracaqsınız, özünüzü ifadə etməyi bacaracaqsınız. Mühit olaraq uzaqlaşmağa çalışacaqsınız. Sadəcə və sadəcə maşın, mal, mülklə bağlı. Cansız əşyadır. Mal-mülklə bağlı bəzi kritik problemləriniz ola bilər ki, bu həftə sizi incidə bilər, gözləmədiyiniz nasazlıqlar ola bilər ki, onlar sizdə lazımdan çox israf edə bilər, amma bunun hamısının öhdəsindən gəlib stabilliyi bacaracaqsınız. Maddisal dəngəniz bu həftə çox vacibdir. İş, pul, maddi təkliflərinizi özünüzü aktiv şəkildə belə deyim də gücləndirin. 78%-ə qədər həftənizi Qoçlar uğurlu edə bilərsiniz. Şirlərə gələndə şirlər transformasiya, bəzi şeylər tam bitirmək zamanıdır. O qırıq-qırıq qalan insanlardır, qırıq qalan işlərdir. Ətrafınızda fırlanan boş enerjilərdir. Bunları qırma zamanıdır şir bürcləri. Çünki kəskin qərar, risk edici bir zamanınızdır ki, bu zamanı istifadə edə bilərsiniz. Ümumi dəyərləndirsək, ətrafınızda bəzi qadınların sizə qarşı gizli danışıqları, gizli işləri, gizli problemlər hamısının üstünə aça biləcəksiniz. Yəni bu həftə suyun altında olanlar suyun üstünə çıxma zamanı olacaq və görmədiyiniz hər bir şey şir bürcləri görməyi mükəmməl şəkildə bacaracaqsınız. Əli-qolu bağlı vəziyyətdə bəzi istəkləri həyata keçirə bilməyəcəksiniz. Yenə də zamana yolu verici şəkildə aparmağınızı bacaracaqsınız. Sizin də zaman özünüzü idarə etməyi və bu həftənin məncə ən güclü şəkildə zamanı idarə edən insanlardan birisiniz. İstədiyiniz zamanda istədiyiniz hər bir şeyi aktivləşdirə biləcəksiniz. Gözəl bir zamanda 83%-ə qədər uğurlu edə bilərsiniz. Amma ən vacib məqam şir bürcləri. Belə deyim də sizə, 2023-dən bu yana olan bütün nələr varsa onların hamısını kəsin tullayın. Çünki onlar sadəcə yara verir. Özünüzü aktivləşdirmək və özünüzü onlardan uzaqlaşdırma zamanıdır. Məncə mükəmməl bunu etməyi bacaracaqsınız. Və həftənin ən uğurlarından biri oxatanlar sizsiniz. Oxatanlar. Hər şeyi stabilləşdirirsiniz. Hər kəsin görmədiklərini onlara göstərirsiniz. Enerji verirsiniz. Danışığınızla, üslubunuzla insanları dərman olmağa çalışacaqsınız və oxatanlar sevgi şəxsiyyətlə bağlı çox gözəl hər şeyi aydınladacaqsınız. Hər şeyi öz istədiyiniz kimi formalaşdırmağa bacaracaqsınız oxatanlar və ailənizlə, sevdiyiniz insanlara, övladlarınızla, ətrafınızda olan insanlara o qədər gözəl enerji verəcəksiniz. Yəni pozitivliyinizi yüksək səviyyədə qorumağa bacaracaqsınız. Gözəl həftədir, uğurlu bir həftədir, amma dominantlığınızı da göstərəcəksiniz. Yəni mənim sözüm eşidilir və mən qərarlar verirəm. Oxatan olan qadınlar, uşaqlarınızla, hamiləliyinizlə qədər nə problemləriniz varsa, bu həftə bədəninizi qidalandırıcı bir həftədir, özünüzü aktivləşdirə bilərsiniz. Çox gözəl həftədir, 93%-ə qədər oxatanlar həftənizi uğurlu edə bilərsiniz. Sadəcə bir balaca mənim xoşuma gəlməyən baş və boyun ağırlıqlarınız, normadan çoxdur ağrılarınız. Bunları biraz stabilləşdirsəz daha yaxşı olar oxatan bürcləri.